Övladı böyüdürəm, övlad mənə baxmalıdır. Bəli. Borcudur. Övladı oxuduram və yaxud övladı oxutmuram da fərq etməz. Evlənsə də, ailə qursa da, ərə getsə də mütləq şəkildə mən onun yanında olmalıyam. Belə bir dünya yoxdur. Belə bir düşünürəm ki, həyat yoxdur. Hər kəsin öz həyatı var. Valideyn övladını 18 yaşına qədər böyüdür və bu valideynin borcudur. Valideyn olaraq borcudur. Övlad 18 yaşından sonra artıq bir şəxsiyyət, türklər demiş bir birey olaraq formalaşır, püxtələşir və həyatda başlayır addım atmağa. Ola bilər valideyn deyə bilər ki, sən bu yola getmə. Hər dəqiqə, hər saniyə, hər an valideyn doğru deyil. Və bizim zamanımızda, sizin zamanınız deyil. Dünya artıq inkişaf edir, texnologiya inkişaf edir. Artıq elə bir zamana gəlib çıxmışıq ki, elə bir dövrə süni intellekt, AI deyilən bir məhvum var ki, artıq bu həyatımızın içindədir. Hər şey artıq süni şəkildə insanlara təqdim oluna bilir. Görün, elə bir zamandayıq ki, bəzi valideynlər deyir, bax bir dənə gör pişik necə dua oxuyur. Məsələni inanan valideynlər var. Bəli. Bu o demək deyil ki, cahillik. Sadəcə öz dövrlərinlə düşünürlər ki, və onu demək istəyirəm ki, mən hər zaman övladımın yanında olmuşam və heç bir zaman təhsilinə, həyatına yatırım edəndə düşünməmişəm ki, övladım sabah mənə baxacaq. Bu cür valideynlər çoxdur. Övladlarını sıxan valideynlər, övladlarını çərçivəyə salan, psixikasından oynayan, travma verən, atalarınla problem yaşayıb onu övladlarına yansıdan valideynlər çoxdur. Ona görə də o xanımla razılaşdım ki, bir yerdə ataya, anaya stop demək lazımdır. Nəinki ataya, anaya. Bacıya da, qardaşa da, övlada da, dosta da, sevgiliyə də, həyat yoldaşına da. Mən düşünürəm ki, insanın bir çərçivəsi olmalıdır və qırmızı çizgisi olmalıdır. Orada yox deməlisən sən. Yoxun özü də bir cavabdır. Təşəkkür edirəm, fikrini tam olaraq ifadə